ثلاثة الأصول وأدلتها لإمام الدعوة الشيخ محمد بن عبد الوهاب بن سليمان التميمي رحمه الله. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Söz verdiğimiz kimi üç esas ve onun dəlilləri kitabının tərcüməsinin səsləndirməsinə davam edirik. Əvvəlcə ərəbcə olan hissəsi veriləcək, sonra isə tərcüməsi. Bismillahirrahmanirrahim. اعلم رحمك الله أنه يجب علينا تعلم 4 مسائل. Rəhimli və mərhəmətli Allahın adı ilə. Bil ki, Allah sənə rəhm etsin, həqiqətən bizə 4 məsələni öyrənmək vacibdir. الأولى العلم وهو معرفة الله ومعرفة نبيه ومعرفة دين الإسلام بالأدلة. Birincisi elm. Elm Allahı, onun peyğəmbərini, ona Allahın salavatı və salamı olsun, və İslam dinini dəlilləri ilə bilməkdir. الثانية العمل به. İkincisi ona əməl etməkdir. الثالثة الدعوة إليه. Üçüncüsü ona dəvət etməkdir. الرابعة الصبر على الأذى فيه. Dördüncüsü bu yoldakı əziyyətlərə səbr etmək. والدليل قوله تعالى بسم الله الرحمن الرحيم والعصر إن الإنسان لفي خسر إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر. Buna dəlil uca Allahın bu kəlamıdır. Rəhimli və mərhəmətli Allahın adı ilə. And olsun əsrə. Həqiqətən də insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edənlərdən başqa. قال الشافعي رحمه الله تعالى لو ما أنزل الله حجة على خلقه إلا هذه السورة لكفتهم. İmam Şafi, Allah ona rəhm etsin, demişdir. Əgər Allah yaratdıqlarına bu surədən başqa bir surə endirməsəydi belə, bu surə hüccət olaraq kifayət edərdi. قال البخاري رحمه الله تعالى باب العلم قبل القول والعمل. İmam Buxari, Allah ona rəhm etsin, demişdir. Bab, elm söz və əməldən öncədir. والدليل قوله تعالى فاعلم أنه لا إله إلا الله واستغفر لذنبك فبدأ بالعلم قبل القول والعمل. Buna dəlil uca Allahın bu kəlamıdır. Bil ki, Allahdan başqa ibadətə layiq heç bir ilah yoxdur və günahların üçün bağışlanma dilə. Allah söz və əməldən öncə elmi qeyd etdi. اعلم رحمك الله أنه يجب على كل مسلم ومسلمة تعلم 3 هذه المسائل والعمل بهن. Bil ki, Allah sənə rəhm etsin, bu üç məsələni bilmək və onlara əməl etmək hər bir müsəlman kişi və qadına vacibdir. الأولى أن الله خلقنا ورزقنا ولم يتركنا هملا بل أرسل إلينا رسولا فمن أطاعه دخل الجنة ومن عصاه دخل النار. Birincisi, həqiqətən də Allah bizi yaradıb, bizə ruzunu o verib və bizi öz başına buraxmayıb. Əksinə bizə peyğəmbər göndərib. Kim ona itaət edərsə cənnətə, kim ona asi olarsa cəhənnəmə daxil olar. والدليل قوله تعالى إنا أرسلنا إليكم رسولا شاهدا عليكم كما أرسلنا إلى فرعون رسولا فعصى فرعون الرسول فأخذناه أخذا وبيلا. Buna dəlil uca Allahın bu kəlamıdır. Biz Firona elçi göndərdiyimiz kimi sizə də şahidlik edəcək elçi göndərdik. Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq. الثانية أن الله لا يرضى أن يشرك معه أحد في عبادته لا ملك مقرب ولا نبي مرسل. İkincisi, həqiqətən Allah onunla yanaşı başqasına ibadət edilməsinə razı olmur. İstər yaxın mələk, istərsə də göndərilmiş bir elçi olsun. والدليل قوله تعالى وأن المساجد لله فلا تدعوا مع الله أحدا. Buna dəlil uca Allahın bu kəlamıdır. Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etməyin. الثالثة أن من أطاع الرسول ووحد الله لا يجوز له موالاة من حاد الله ورسوله ولو كان أقرب قريب. Üçüncüsü, həqiqətən
Allah elçisinə tabe olub Allahı təkləşdirən kəsə, Allah və Peyğəmbərinə qarşı çıxan kəslə dostluq etmək icazəli deyil. Hətta onun ən yaxın qohumu olsa belə. والدليل قوله تعالى: لا تجد قوما يؤمنون بالله واليوم الآخر يوادون من حاد الله ورسوله ولو كانوا آباءهم أو أبناءهم أو إخوانهم أو عشيرتهم أولئك كتب في قلوبهم الإيمان وأيدهم بروح منه ويدخلهم جنات تجري من تحتها الأنهار خالدين فيها رضي الله عنهم ورضوا عنه أولئك حزب الله ألا إن حزب الله هم المفلحون. Buna dəlil uca Allahın bu kəlamıdır. Allahı və axirət gününə iman gətirən bir qövmün ataları, oğulları, qardaşları yaxud qohum əqrabaları olsalar belə, Allaha və onun Rəsuluna düşmən olan kimsələrə sevgi bəslədiyini görə bilməzsən. Allah onların qəlblərinə iman yazmış və onları öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidir. Bilin ki, məhz Allahın firqəsi nicat tapanlardır. İ'lem arşadakallahu li ta'atihi ennel hanifiyyete millete İbrahim en ta'budallaha vahdehu mukhlisan lehu'd-din ve bizalika emarallahu cemi'an nasi ve khalaqahum laha. Allah səni özünə itaat etməkdə düz yolu yönətsin. Bil ki, həqiqətən İbrahimin dini, hənifliyin mənası sənin xalis olaraq Allaha ibadət etməyindir. Allah bunu bütün insanlara əmr etmişdir və onları ona görə yaratmışdır. Kəma qala Teala: وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونَ وَمَعْنَا يَعْبُدُونَ يُوَحِّدُونَ. Necə ki, Uca Allah buyurur, mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. İbadət etsinlər, yəni təkləşdirsinlər. وأعظم ما أمر الله به التوحيد وهو إفراد الله بالعبادة. Allahın ən böyük, əzəmətli əmri tövhiddir. O, Allahı ibadətdə təkləşdirməkdir. وأعظم ما نهى عنه الشرك وهو دعوة غيره معه. Ən əzəmətli qadağası isə şirkdir. O da Allah ilə yanaşı başqasını çağırmaqdır. والدليل قوله تعالى: وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا. Buna dəlil uca Allahın bu kəlamıdır. Allaha ibadət edin və heç bir şeyi ona şərik qoşmayın. فإذا قيل لك ما الأصول الثلاثة التي يجب على الإنسان معرفتها فقل معرفة العبد ربه ودينه ونبيه محمدا صلى الله عليه وسلم. Əgər sənə deyilsə ki, insanın üzərinə bilinməsi vacib olan 3 əsas nədir? De, qulun öz Rəbbini, dinini və Peyğəmbəri Muhammədi, ona Allahın salavatı və salamı olsun, tanımasıdır.